Sonra da deyirlər ki, Chevrolet Equinox modeli 92 aktanlı yanacaqla işləyir. Sən Mərik görün nə vəziyyətdə pirbo işləyir. Deyəsiniz ki, çəkiliş hal-hazırda yeni model Cruzdan gedir. Yeni model Cruzdur, Malibu'dur, Equinox'dur, Trax'dır. Bu avtomobillərin üzərində bax bu cür mühərriklər gəlir. Söhbət burada avtomobilin turbosu olub olmamasından getmir. Söhbət avtomobilin yüksək təzyiqli farsunka ilə işləməsindən gedir. Necə ki, avtomobilin gücü 1.5 motordur, 1.4 motordur, amma avtomobilin sürəti 2 motordan, 2 sadə motordan daha üstündür. Bu o deməkdir ki, avtomobillərdə silindirlər, yanma kamerası həcmi balaca, at gücüsü çoxdur. Necə ki, köhnə 2 mühərrik avtomobildə Porsche bir dəfə hərəkət edirsə, bu avtomobillərdə 3 dəfə hərəkət edir. Yəni ki, avtomobilin mexaniki iş prinsipləri daha sürətli baş verir. Ona görə də əziz qardaşlar, birbaşa olaraq 92 aktanlı yanacaq istifadə etməyin. Çünki avtomobil birincisi yüksək təzyiqli farsunka ilə işləyir. İkincisi, yəni GDI farsunka ilə işləyir. İkincisi, turbo mühərrikdir. Üçüncüsü də at gücüsü çoxdur. Hər iki ehtimalda 92 aktanlı yanacaq bugünkü üçün bu cür problem yaradır. İndi bəzi ağızdan ərlər çıxıb deyəcək ki, mən 3 ildir, 5 ildir sürürəm, məndə problem yaranmıyor. Əlbəttə ki, yaranmaz. Çünki sizin mühərrikiniz əgər 5 il ömrü varsa, 92 aktanlı yanacaqdan istifadə etsəniz 2 ilə 3 ilə düşür. Yox, əgər avtomobilinizin 10 il ömrü varsa 5 ilə düşür. Yəni 92 tökən kimi avtomobil bu vəziyyətə düşəcək demək deyil. Götür buranı. Yavaş-yavaş avtomobilin yüksək GDI farsunkası tutulur, yanacaq yanma kamerasını çox düşürür və nəticədə Porscheni yandırır. Bu cür şeylərə diqqət yetirin. Hər ağızdan çıxan şayələrə inanmayın. Mənim məsləhətim budur. Qalan məsləhətlər özünüzdən ibarət. Elə də Lemin usta. Səhər-səhər biraz Zaqruskada sənə elədim. Bağla.